Elə yer var ki, ümumiyyətlə onların klinikalara lisenziyası yoxdur. Yəni klinika kimi fəaliyyət göstərmə icazəsi yoxdur. Əməliyyat üzrə adam tibbi təhsili yoxdur. Bir həkim sosial mediada çox aktivdirsə, bu onun yaxşı həkim olduğuna işarə edirmi? Mən orada elə adlar görmüşəm ki, o adı yazılan adamlar bu işlə məşğul olmur. Yaxşı reklam pis nəticəni ört-basdır edə bilirmi? Misal üçün deyirəm də, before şəkil başının üstdən çəkilib, after şəkil öndən çəkilib. İnsanlar onların xırdalını vara bilmir. Əməliyyat öncəsi sözlər var ki, 100% çıxacaq, ömürlük zəmanət. Bunu deyən klinika və həkim sizcə nə qədər dürüstdür? Tibbdə %100 nəticə uğurlu olacaq demək bu çətin məsələdir. Bəzən bizə pasiyent deyir ki, siz zəmanət kağızı verirsiniz. Mən deyirəm ki, tibbdə siz hardasa göstərin ki, zəmanət kağızı deyilən bir şey var. Mənim saçıma baxmadan, mənim başıma baxmadan necə qiymət əvvəlcədən qoyula bilər və bu düzgündürmü? Belə biz cavab verəndə bizə deyir ki, doktor, bəs limitsiz saç əkimi necə? Deyirəm ki, limitsiz deyəndə nə başa düşürsünüz? Yəni limitsiz sözü yoxdur. Ən çox yalan deyilən 3 məsələ hansılardır? Deyirəm ki, birinci əməliyyatda sizə nə qədər saç köçürdülər? Deyir ki, 4000. Baxıram, görürəm ki, 1000, 1500 olar olmaz da, yəni Bədən donorunu birinci seçim kimi təklif edən həkim sizcə nəyi gizlədir? Salam, mən Hüseyn Nayın təqdimatında üzləşmə baxısı və bugünkü qonağım saç həkimi üzrə mütəxəssis, həkim, dermatoloq. Salam, xoş gəlmisiniz. salam, hər vaxtınız xeyir, xoş gününüz olsun. Özünüzü qısaca təqdim edin. Həkim dermatoloq, saç həkimi üzrə mütəxəssis Araz Əmirov. Saç əkimi edə bilmək üçün tibbin hansı sahəsində ixtisaslaşmalıdır və bunun üçün əlavə ixtisaslaşmaya ehtiyac varmı? Ümumiyyətlə bütün dünyada saç həkimi edə bilən ixtisaslar hansılardır? Həkim dermatoloq və plastik cərrahlar. Yəni bu iki ixtisas sahibləri saç həkimi edə bilərlər. Dermatologiyada saç həkimi dermatologiyanın cərrahiyyəsi sayılır. Və bir də plastik cərrahlar hansı ki, onların ixtiyarı var ki, saç həkimi edə bilsinlər. Amma normalda plastik cərrahlar demək olar ki, bu işlə məşğul olmurlar. Çünki plastik cərrahiyyə belə deyək, arsenalı çox böyük olduğu üçün və saç həkimi əməliyyatını nəzərə alsaq ki, uzun müddət 8 saat, 9 saat, bəzən 10 saat baxır, yəni əməliyyat həcminə davam etdiyi üçün plastik cərrahlar yəni bu işlə məşğul olmağa üstünlük vermirlər. Əslində bu sualı niyə verdim? Çünki yəqin ki, qarşınıza çıxıb fərdi saç həkimi kursları, deyə bir Instagramda və digər sosial şəbəkələrdə bunu keçirirlər və bunu təbliğ etməyə çalışırlar. Bu sizi narahat edirmi və bu o deməkdir ki, saç əkmək üçün illərlə əziyyət çəkib təhsil almaq lazım deyil, yəni. Belə deyək, kurslarla bağlı bizə də müraciət edirlər. Məni həm narahat edir, həm narahat eləmir məqamlar. Niyə görə? Çünki bizə müraciət edən insanların arasında birinci sualımız o ki, tibbi təhsiliniz varmı? Baxırıq ki, tibbi təhsil olmayan insanlardır və əksəriyyəti saç həkimi öyrənmək istəyir və biz onlara tibb təhsiliniz varmı sualını verəndə və yaxud tələb eləyəndə çox maraqlı gəlir ki, məgər saç həkimi eləmək üçün tibbi təhsil lazımdır ki, yəni o bizi narahat edir. Çünki ola bilsin ki, hansı ki, deyirsiniz qarşınıza çıxır fərdi saç həkimi kursları, bizim də qarşımıza çıxır və çox təəssüf ki, o kursu keçənlər və ya kursu paylaşanların özünün ali tibbi təhsili yoxdur. Yəni özləri də ali tibbi təhsil olmadan bu işlə məşğul olurlar. Nəticələr kifayət qədər yaxşı deyil və bu yolla ki, fərdi saç həkimi kursları keçirik deyib, yenə də özləri kimi tibbi təhsil olmayanlara bu işi öyrədir və bu yayılır. Bundan narahatıq. Amma kim ki öyrənmək istəyir, əlbəttə ki, biz ondan çox şadıq. Çünki 10 milyon əhalimiz var, 10 milyon yaxın və Azərbaycana tək Azərbaycandan yox, digər ölkələrdən də bununla bağlı müraciətlər olur. Ona görə niyə də olmasın ki, yəni? Yəni, ixtisası və təhsili tibbi olmayan insanlar belə öyrənib bunu eləyə bilər? Əslində bilməz. Amma var. Amma bu kurslar, yəni siz deyirsiniz ki, biz istəyərik ki, bunu ixtisasının bu kurslardan keçən, amma normal, belə başa düşdüyümdə, Ali tibbi təhsili olan insandan bunu kurs keçməlidir. alsınlar. Bəli, çünki bunun tibb universitetlərində tədrisi yoxdur. Yəni deyək ki, tibb universitetini bitirib həkim dermatoloq ixtisas üzrə, amma tibb universitetində bu saç həkiminin tədrisi olmadığına görə adamlar sonradan özünü inkişaf elətdirməklə... Amma mənim sualım başqa idi. Əgər tibbi təhsili yoxdursa, adam tam başqa bir ixtisası var, peşəsi var. Gedir misal, sizin kimi bir həkim dermatoloqdan hansı ki artıq işləri var, ondan işi öyrənir və özü saç həkimi ilə başlayır. Yəni bu normaldır. Xeyr, əlbəttə yox.
Sırf ixtisası tibbi təhsil Bəli, alan, mütləq tibb təhsili sadəcə ixtisasını dəyişmək istəyib də buna keçmək istəyən. İxtisası dəyişmək də yox, başqa ixtisas sahibi də bununla məşğul ola bilməz. Məsələn, stomatoloq gedib saç əkməyi öyrənib saç əkməyi də bilməz. Yəni hansı ki ixtisas icazə verilir ki, bu işlə məşğul olsun, onlar ixtisas artırmaq kimi əlavə kurslara gedib saç həkimini öyrənib saç həkimləri edə bilər və bu normaldır və qanunidir. Bəs yaxşı, niyə son illərdə, belə deyim, son 5-10 ildə get-gedə də bu artır? Saç həkimi, yəni bu sahə çörəkçi peşəsinə çevrildi və necə oldu ki, hal-hazırdakı vəziyyətdə hər üç klinikanın biri saç həkimi etməyə başlayıb? Mən elə deməzdim, niyə görə? Çünki Azərbaycanda dövlət xəstəxanaları, bəlkə də səhv deyirəm, 40-50 arasında bildiyim qədər dövlət xəstəxanası olmalıdır. Dəqiq rəqəm bilmirəm, sadəcə təxmini bildiyim üçün deyirəm. Və yüzlərlə özəl klinikalar var. Amma saç həkimi deyə edən klinikaları biz saysaq çox azdır. Yəni 3 klinikadan biri yox, 100, bir neçə 100 klinikadan birini deyərdim ki, bu işlə məşğuldur. Yəni o qədər çox deyil, çox geniş yayılmır. Amma bayaqlar məsəl üçün Instagramda bir post çıxdı qabağıma, elə siz gəlməmişdin yarım saat qabaq. Bir nəfər soruşur ki, saç əkdirmək istəyirəm, məsləhət verin və ortalama baxdım 200-ə yaxın bir şərh var idi həmin o postun altında və saysam hardasa bir 20-dən çox adam, həkim adı gördüm. Sizin adınız da orada ən çox istifadə olunan adlardan biri idi. Amma bir 20-yə yaxın fərqli ad gördüm. Mən bu bazar üçün çox deyil yəni. Şərhləri görmüşəm. Çünki düz deyirsən, məni taq elədikləri üçün avtomatik olaraq mən onları görürəm. Mən orada elə adlar görmüşəm ki, o adı yazılan adamlar bu işlə məşğul olmur. Yəni bu işi bilmir. Mən tanımıram deyə sadəcə o ad olaraq mən tanıyıram da, əksəriyyəti demək olar hamısında Azərbaycanda kim bu işləri görür. Mən hamısını şəxsi tanımasam da qiyabi məlumatım var, bilirəm hamısını. Və orada adı yazılan bəzi adamlar var ki, ümumiyyətlə saç həkimlə məşğul deyil. Sadəcə saçla deyək ki, kosmetoloq kimi, trixoloq kimi, yəni ali tibbi təhsil olmadan bu işlərlə məşğuldur və onun adını orada taq ediblər, amma onlar saç həkimlə məşğul deyil. Yəni o say aldada bilər biraz. Amma var hansı ki, saç həkimlə məşğul olan adamlarda adı qeyd olunub. Belə bir təxmini rəqəm deyim yenə də. Məsələn, deyək ki, Türkiyədə tək İstanbul şəhərini götürsək, Türkiyədə səhv eləmirəmsə əhali sayı yanılmıramsa 80 milyon civarındadır. İstanbulda 20 milyon civarındadır. Tək İstanbulda rəsmi qeydiyyatdan keçən 200-dən çox saç həkim mərkəzi var, klinikalar. Hansı ki, bu işlə məşğullar. Türkiyədə demək olar hər özəl klinikada bu var. Və qeyri-rəsmi Türklər nərdivan altı deyil, bir o qədər də qeyri-rəsmi var. Əhali sayı da 80 milyondur. Bizdə Azərbaycan əhali sayı 10 milyondur və biz nəzərə alsaq, bizdə hələ də yenə də başqa mərkəzə yarana bilər və bir çox həkimlər bu işlə məşğul ola bilər. Sadəcə bir məqam var. Türkiyədə müraciət edənlər daha çox tibbi turizm şirkətləri vasitəsilə klinikaya gətirilən pasientlərdir. Azərbaycanda isə belə deyək də pasientlərin tövsiyəsi ilə dostu, tanışı belə müraciət edirlər. Ona görə yəni bu məsələ narahat eləmir. Əksinə mən onun tərəfindəyəm ki, nə qədər çox amma peşəkar adamlar bu işlə məşğul olsa, yəni ali tibbi təhsili olan həkimlər məşğul olsa, o qədər xidmətin keyfiyyəti də yüksələr və insanlar seçim eləyə bilər. Yəni artıq bilə bilər ki, hə, bax burada belədir, nəticə budur, üstünlüklər budur, seçim eləyə bilər və nə qədər rəqabət çox olursa, sözsüz ki, o gəlir nəticənin, keyfiyyətin, xidmətin yaxşılaşmasına kömək edir. Yəni istəyirdik ki, niyə də olmasın? Yaxşı, onda belə bir sual verim də. Niyə Azərbaycanda siz deyirsiniz ki, var da, sizin və sizin kimi yəqin ki, hə, az da olsa siz dediyiniz versiyada saç həkimi üzrə məşğul olan yaxşı mütəxəssislər varsa, hələ də Azərbaycandan Türkiyəyə saç həkimi üzrə gedən insanlar var. Var. Azərbaycandan Türkiyədə, İrana da, hətta Gürcüstana da gedən insanlar var. Bu bir növ marketinq deyərdim, marketinq nöqteyi nəzərindən. Çünki bizdə bu işin pazarlaması, marketinqi yüksək səviyyədə deyil. Amma Türkiyədə mərkəzlər, klinikalar bunu çox peşəkarcasına bu işin marketinqinə məşğuldurlar, saç həkimliyi klinikaların və s. və həm də insanların ağlında da belə qalıb ki, yəni saç həkimi deyəndə ilk ağla gələn Türkiyədir və bunu ən yaxşı Türkiyədə edirlər. Sözsüz ki, onların da içərisində yaxşı nəticələr alanlar var, uğursuz nəticələr alanlar var və eyni bizdəki kimi. Bizdə də misal üçün saç əkdirən insanlar var ki, müxtəlif yerlərdə hansı ki, nəticə uğurlu və uğursuz olur.
Türkiyədə də elədir. Yəni demək olmaz ki, Türkiyəyə gedən pasientlərin hamısı saç həkimindən razıdır. Nə də demək olmaz ki, narazıdır, bizdə onlardan yaxşıdır. Yəni bu individualdır. Normaldır. Düşünürəm ki, zaman lazımdır ki, amma faiz etibarına azalıb. Yəni əvvəlki kimi deyil. Əvvəl misal üçün deyim, əgər 100 nəfər gedirdisə Türkiyədə Azərbaycana saç həkimi üçün, indi deyərdim ki, 100 nəfərdən 80-i, 90-ı Azərbaycana həkimlərə müraciət edir. Ortada bence qiymət faktoru falan da var. Çünki istərseniz Türkiyədə qiymətlər bahalaşdıqca, insanların o xərcləri artdıqca bizdə burada elətdirmək daha Türkiyə saç həkimi gedən insanlar məncə onlar qiyməti əsas götürmür. Yox, ümumi kütlədən gedir söhbət. Hal-hazırda gedənlər yox. Onlar aydın məsələdir ki, indiki dövrdə pulu var ki, bunu gedir hansısa. Biletin pulu belə gedib, məsələn, biznes klassda uçub qayıtmaq belə demək olar ki, əməliyyatın orada üçün qalmaq, qidalanmaq, yəni artıq bilməyən bir məsələdir. Və sonra da deyək ki, sonradan bir suallar yarananda direkt birbaşa müraciət etmək, o çətinliklər yaranır. Burada yəni yaxındayıq da, gəldiyi 10 dəqiqə. Bu da hər zaman zaman pasient gəlir, istədiyi zaman müayinə olunur, ürəyində bir suallar, narahatlıq varsa onlara cavab tapır və başqa bir məqamda var. Yəni o demək deyil. Məsələn, Azərbaycanda saç həkimi etdirənlər, onlar maddi deyək ki, vəziyyəti aşağıdır və yaxud da ki, ucuz olduğu üçün Azərbaycanda elətdirirlər. Yox. Hansı pasientlər ki, müraciət eləyir, onlar hətta aşağı qiymət təklif olunsa belə yenə də Azərbaycanda elətdirəcəklər. Niyə? Çünki onlar nəticəni gözlərinə görüblər. Dostu, qardaşı, iş yoldaşı elətdirib, gözün qabağında hər şey inkişaf edib, bilir, inanır, güvənir və ona görə müraciət eləyir. Yəni artıq orada maddi faktor ikinci, üçüncü plana keçir. Razıyam. Marketinqdən söz açmışkən ki, Türkiyədə inkişaf olmasının doğrudan da ən böyük səbəbi çox marketinqə bir momentlər var idi. 2010-cu illər falan ki, güc vermişdilər. İndi Azərbaycanda bir həkim sosial mediada çox aktivdirsə, bu onun yaxşı həkim olduğuna işarə edirmi? Belə də bu nisbi məsələdir. Niyə görə? Deyək ki, bir həkim təhsil alıb, fərqi yoxdur Azərbaycanda, xaricdə, Türkiyədə və s. və o öz pasient kütləsinə, öz peşəsini, gördüyü işi, bacarığını çatdırmaq üçün sosial şəbəkədə mütləq, yəni bugünkü tələbidir ki, paylaşmalar etməlidir, olmalıdır, bu barədə məlumatlandırmalıdır. Amma zaman keçdikcə bunun faizi azalır. Yəni adam deyək ki, yeni həkim fəaliyyətinə başlayırsa, peşə ilə yeni məşğuldursa, sözsüz ki, burada sosial şəbəkədə paylaşımları, gördüyü reklamlar, marketinq işləri daha yüksək faiz təşkil edir. Amma zaman keçdikcə hansı ki, pasientlər ki, artıq tövsiyə eləyir, onlar get-gedə faiz etibarına azalır. Məsələn, deyək ki, mən düşünürəm ki, bir həkim yeni başlayarkən müraciət edən pasientlərin əgər 90% sosial şəbəkə üzərindən müraciət edirsə, artıq illər keçdikcə, zaman keçdikcə sosial şəbəkə üzərindən müraciət 5-10%, adətən 90% digər pasientlərin tövsiyəsi əsasında olan müraciətlər. Sırf sizin ixtisasınızda hal-hazırda gördüyünüz işdə doğrudan da elədir. Niyə görə? Çünki bir yaxın dostum var, saç əkdirib Azərbaycanda. Evet. Sırf Azərbaycanda əkdirib deyə mənə maraqlıdır. Yəni ondan əvvəl Türkiyədə hardasa elətdirən insanlar var idi ki, hə elətdirmirsən lap yaxşı, deyib keçirdi, amma Azərbaycanda eləyib deyə məndə bir ekstra şey var, maraq var ki, görüm necə olacaq, necə keçəcək və o artıq bir ildə o prosesi eləyib, görəm hə, yaxşıdır. Bir növ belə deyim də, əvvəl eyni məsələ ki, əvvəl hamımızın o Türkiyədə bildiyimiz şey burada olunur və göz qabağında doğrudan da yaxşı nəticə olduğu üçün biraz da etibar, insanlarda etibar da artır. Hə, sabahlarım mən artıq fikirləşirəm ki, mən bunu elətdirməyə qərar versəm, nəticə də var. Sabah bir dostum olmayacaq, 2 dostum olacaq, 3, 4 tanış, 5 tanış. Hər məclisdə gedəndə ki, biz onu görürük. Hə, avtomatik olaraq sizə məsəl üçün şey deyir, üst tutacaqlar. Amma sosial medianın nəyi mənə məsəl üçün maraqlıdır? Bütün hamı before after paylaşır da, yəni əməliyyatdan öncə, sonra və hamıda da ideal nəticədir. Amma mövzu var ki, mən məsəl üçün görmüşəm, Azərbaycanda yox, əvvəllər eləyənlərin insan arasında ki, heç də razı olmayıb saçından. Bir 2-3 nəfər adam tanıyıram, Türkiyədə o vaxtlar gedib, heç də ucuz yerdə elətdirməmişlər, bahalı premium klinikalarda gedib saç əkdiriblər, amma nəticədən razı qalmayıblar. Yaxşı reklam pis nəticəni ört-basdır edə bilirmi? Ümumiyyətlə, keyfiyyət necə formalaşır? Yəni, birində yaxşı olub da, digər adamda pis olma mövzusu varmı? Təbii, sualınızın birinci hissəsi düşünürəm ki, o before after məsələləri. Yəni, əməliyyatdan əvvəl və sonraki məsələ. Bunlar, hətta, məsələn, bu yaxınlarda bizə belə bir müraciət olmuşdu ki, biz sizin üçün before afterlər hazırlaya bilərik. Deyirəm, necə hazırlaya bilərsiniz? Deyir, belə bir insanlar olmur. Amma biz onu süni intellekt üzərindən hazırlayırıq, before after və əslində belə bir insanlar yoxdur. Mən dedim, yox, biz elə şeylər lazım deyil. Çünki zaten biz hələ öz pasientlərimizi
paylaşma. Birdən pasient olur, zəng edir ki, doktor mənim şəklimi niyə paylaşmamısan? Deyirəm, bala, indi tapıb paylaşaram. Birdən unuduruq, vaxt olmur və s. Məsələn, bu məqamlar ola bilər. İkinci məqam ola bilər ki, məsələn, mən də qabağıma internetdə çıxır bəzən, özüm deyək ki, baxdığım zaman çıxır o before afterlər və s. Orada elə məqamlar var ki, biz onu görürük ki, misal üçün deyirəm də, before şəkil başının üstdən çəkilib, after şəkil öndən çəkilib. Yəni insanlar onların xırdalını vara bilmir. Yəni o fərqləri sezə bilmirlər. Necə sezsinlər bunlar? Belə deyək, onu biz məsəl üçün baxanda o şəklin çəkilmə profilindən falan bilirik ki, bu niyə belə çəkilib. Amma ən yaxşısı araşdırmaqdır. Yəni sosial şəbəkədə var bugünkü gündə bir misal deyə bilərəm. Söz ad çəkmədən paylaşıb həkim falan kəs gördüyü işi paylaşıb. Adamın ümumiyyətlə həkim də deyil, ali tibbi təhsili də yox. Amma insanlar bunu necə yoxlaya bilər? Yəni hər hamıya da gedib demək ki, diplomunu mənə göstər. Bu biraz etik nəzərdən doğru deyil. Hətta mən düşünürəm ki, məsələn mən həkiməm, düzdür, həkim dermatoloq. Mənə pasient gəlib desə ki, mənə diplomunu göstər. Bu məni narahat eləyərdi bu sual. Yəni sözsüz ki, bayaq dediniz ki, dostumuz olub, görmüşük. Araşdırmaq lazımdır, baxmaq lazımdır. Azərbaycan, Bakı belədir ki, çox böyük yer deyil də. Yəni maraqlansan, soruşsan mütləq o həkimin müraciət eləmiş, əməliyyat elətdirmiş insanlar ətrafında bəlkə də tapa bilərsən. Və sosial şəbəkələrdə araşdırsan rəylərdən, real insanlar özləri. Məsələn, pasiyentin şəklini paylaşırsan, altdan özü yazır ki, doktor təşəkkür edirəm, çox sağ olun, razı qaldım. Ən azından o pasiyentlə kontakta keçib onunla əlaqə yaradıb, ondan fikir öyrənmək olar, almaq olar. Yəni bir insan istəsə araşdıra bilər. Yəni bugünkü gündə əvvəl araşdırmaq üçün bu qədər imkanlar yox idi. Amma indi araşdırmaq üçün hər bir imkanlar var. Araşdırmaq istəyən adam araşdıra bilər. Nəticələri həkimi də maraqlana bilər, ondan sonra müraciət edə bilər. Yəni düşünürəm ki, təkcə sosial şəbəkələrdə paylanan şəkillərə baxıb ona qərar vermək doğru deyil. Bir də həm sosial şəbəkədə, həm də həkimlərin, klinikaların verdiyi reklamlarda və dediyi əməliyyat öncəsi sözlər var ki, 100% çıxacaq, ömürlük zəmanət. Bunu deyən klinika və həkim sizcə nə qədər dürüsttür? Ümumiyyətlə, ən doğrusu pasiyenti əməliyyatdan qabaq bütün məlumatları həm şifahi, həm yazılı şəkildə təqdim etməkdir. Şifahi şəkildə pasiyent müayinəyə gələrkən olur. Yəni müayinəyə gəlir, əməliyyat haqqında məlumat verilir ki, saç çəkmə əməliyyatı nədir, əməliyyat necə icra olunur, uğurlu nəticə almaq üçün nələr lazımdır. Yəni burada həm həkimin, həm pasiyentin məsuliyyəti var. Çünki belə bir misal çəkim, bir əməliyyat düzgün icra olunmalıdır. Peşəkar mütəxəssis tərəfindən 2 pasiyent qaydalara riayət etməlidir. Əgər bunlardan hansısa biri olmazsa, buna zəmanət vermək qeyri-mümkündür. Biz pasiyentlərə belə deyirik. Biz sizə saç çəkmə əməliyyatınızın mükəmməl, doğru, düzgün icra olunmasına zəmanət veririk. Əməliyyatın icra olunmasına. Bundan sonra sizə bağlıdır. Əgər siz qaydalara riayət eləməzsiniz, burada uğurlu nəticə barədə artıq zəmanət vermək mümkün deyil. Misal çəkirəm. Misal üçün biz deyirik ki, əməliyyatdan sonra sadə bir misal, 2 ay ərzində tutaq saunaya getmək olmaz. Adi bir misal çəkirəm. Pasiyent var, 2 həftədən sonra, məsələn, müraciət edən pasiyentə deyirəm ki, ağır fiziki iş falan olmaz. Deyir, doktor, sizin nömrənizi verib bizə, mənlə eyni bir idmana gələn adam zalda, nəticəsə çox yaxşıdır, elə o sizi tövsiyə elədi. O mənə deyir ki, 2 həftədən sonra gəl, mən idmana edirdim, saçımda çox yaxşı çıxdı. Mən deyirəm, ola bilər, amma bu ehtimaldır da, 2%, 1% ehtimal ola bilər ki, çıxmasın. Ona görə o 1% də siz olmaq istəməz. Qaydalar ondan ötürü ki, bunlara riayət etmək lazımdır. Ona görə uğurlu nəticə üçün sözsüz ki, həm əməl eləmək lazım, həm əməliyyat düzgün icra olunmalıdır. Yəni demək olmaz ki, burada 100% bu olacaq, 100% olacaq. Yəni sonra bir də ümumiyyətlə dünyada belə bir statistika var. 2%-dən 5%-ə qədər əgər hər şey uğurlu icra olunub, pasiyent qaydaya riayət edib tutmama və yaxud uğursuz nəticə alma ehtimalı var. Tibbdir. Yəni tibbdə %100 nəticə uğurlu olacaq demək bu çətin məsələdir. Bəzən bizə pasiyentlər deyir ki, doktor, siz zəmanət kağızı verirsiniz. Mən deyirəm ki, tibbdə siz hardasa göstərin ki, zəmanət kağızı deyilən bir şey var. Yəni elə bir şey yoxdur. Bu orqanizmdir, orqanizmə bağlı bir haldır. Sözsüz ki, biz işimizi mükəmməl icra edirik və siz də qaydalara riayət edirsiniz. Belə olduğu halda nəticə uğurlu olacaq. Amma 1%, 2% ehtimal ola bilər. Düşünürük ki, ümid edirik ki, o 1%, 2% siz olmayacaqsınız. Dediyimiz məsələlərdən, call to actionlardan, belə desək, ən maraqlısı gələn, mənə bir dəfə görmüşdüm, ən təbii saç əkimi. Yəni, təbiilik arasında fərq olur ki, bir etalon var təbiiliyi ölçmək üçün. Belə deyək, təbii saç əkimi pasiyentlər nəyə deyir? Məsələn, ön alın xəttinin düzgün çəkilməsi və çıxan saçların təbii saç formasında istiqamətdə çıxması. Çünki yəqin siz də görmüsünüz və yaxud indi bizi baxan, dinləyən izləyicilər də, onlar da şahid olub ki, baxırsan, pasiyentin saç əkimi olub, amma eyni istiqamətə baxan
kobud idi, iki tük yoxdur. Hərəsi bir tərəfə Və baxır. yaxud biri mənim dostumda var idi. Çox yanları var idi, özündə qalmışdı. Ortaya saç əkdirmişdi. Yanların saçı çox coddur, öz saçı. Bəli. Amma bu çox belə deyim, materialı çox yumşaq. Yəni bilirsən ki, başqa adamdan götürüb qoymusan. Bəzən də əksin olur. Çox sərt olur. Bəli. Sim kimi. Külək vurur, qıraq saçlar heç tərpənmir, orta saç uçur. Onların hamısının səbəbləri var. O bax biz deyirik ki, əməliyyatın düzgün icra olunmasına zəmanət verir. Burada artıq o əməliyyatın icra olunmasına bağlıdır. Çünki köklər vaxtında köçürülmədikdə həm keyfiyyəti aşağı olur. O deyirsə çox nazik, zəif və sərt sim kimi tüklər, istiqaməti. Bunlar artıq əməliyyatın icra olunmasına bağlıdır. Ya o birbaşa həkimin O səhvidir. bəli, həkimin ola bilsin ki, müraciət qeyri-peşəkar bir yerə müraciət edib, araşdırmadan, dediyiniz kimi sosial şəbəkələrdə o biförafdəni görür və yaxud qiymət faktoru var, hansı ki, daha çox insanlar ona aldanır. O belə müraciət edib və nəticə də hansı ki, Ona uyğun olur. ona uyğun olub. Bəli. Ümumiyyətlə bir qiymət aralığı deyilən bir şey varmı? Çünki eyni bu reklamlarda dəfələrlə görür, hamı görür ki, filan fix bir qiymət qoyulub. Yəni mənim saçıma baxmadan, mənim başıma baxmadan necə qiymət əvvəlcədən qoyula bilər və bu düzgündürmü? Qiymət sözsüz ki, görülən işin müqabilində təyin olunur. Çünki həm tökülmə sahəsinin ölçüsü, həm köçürüləcək saç köklərinin sayına və buna görə də müvafiq əməliyyatın müddəti formalaşır. Bunlara görə təyin olunur əməliyyat qiyməti və bayaqki o suala qayıdaq ki, insanlar bəzən görürlər deyək ki, o sosial şəbəkələrdə və yaxud necə ki, fix qiymət və kampaniya kimi ki, məsələn, kampaniya qiymət X bir qiymət və ən çox da onda yanılırlar. Ən çox da orada, yəni düşünürlər ki, saç əkmə əməliyyatı ilə saç əkmə əməliyyatı da fərqi nədir ki, yəni olmasa bu olsun. Amma müraciət elədikləri yer deyək ki, bir klinikadır mı? Elə yer var ki, ümumiyyətlə onların klinikalara lisenziyası yoxdur. Yəni klinika kimi fəaliyyət göstərmə icazəsi yoxdur. Əməliyyat üzrə adam tibbi təhsili yoxdur. Və sözsüz ki, elə bir yerdə saç əkdirmək, əməliyyat elətdirmək bu özü bir risklidir və nəticələr də ona uyğun olur. Bayaqki dediyimiz kimi fəsadlar var idi. Bax, ona uyğun, o limitsiz, biz neçə il mübarizə aparıq da, limitsiz deyə saç əkimi yoxdur, bunu vurğulayırıq. Çünki bəzən elə pasientlər olur ki, biz baxırıq, siz o bayaq soruşdunuz, saç əkimi tövsiyə eləmirik. Çünki donor bölgəsi yetərsizdir, həmən açıq olan nahiyəni qapatmaq üçün kifayət qədər başın yanlarında və arxasında saç kökləri yoxdur. Biz onlara saç əkimi tövsiyə eləmirik və belə biz cavab verəndə bizə deyək ki, doktor, bəs limitsiz saç əkimi neçədir? Deyirəm ki, limitsiz deyəndə nə başa düşürsünüz? Yəni, limitsiz sözü yoxdur. Biz illərdir bu barədə təbliğat aparırıq, həm sosial şəbəkələrdə, həm pasientlərlə. Hələ ki, orada qalib çıxa bilməmişik. Yenə də sual olaraq da limitsiz saç əkimi, limitsiz deyə bir saç əkimi olmur. Və qiymət də ondan formalaşır. Ona görə mütləq araşdıranda qiymət faktoru məncə ikinci plana keçməlidir. Məntiqi də düzgün gəlmir də. Çünki siz əməliyyatı 3 saata görüb də 6 saat və yaxud 10 saatlıq əməliyyata eyni məvacibi ala bilməlisiniz də. Çünki orada tək sizi də belə qoydum, klinikanın xərcləri və s. bunun kimi. Yəni necə limitsiz deyib sən onun hamısını qata bilirsən. Standart təbliğ eləmək bu belə doğru deyil. Ona belə çıxır ki, ucuz saç əkimi həqiqətən ucuzdur, yoxsa sonradan baha başa gəlir adama? Çox gözəl sualdır. Ucuz saç əkimi sonradan baha başa gəlir. Çünki deyək ki, pasient müraciət eləyir, istədiyi nəticəni almır, istədiyi effekti almır. Donor bölgədə artıq saç kökləri azalır, çünki çıxarılan köklərin yerinə yenisi gəlmir. Sonradan deyək ki, başqa bir klinikaya müraciət eləyir. İkinci dəfə əməliyyat üçün pul ödəyir. İkinci dəfədə müraciət eləyərkən düzdür, nəticə əldə olunur. Amma birincidən müraciət eləsəydi daha yaxşı nəticə əldə edə bilərdi. Yəni, ucuz saç əkimi əksinə ucuz yox, baha başa gəlir. Ən çox yalan deyilən 3 məsələ hansılardır? Məsələn, deyək ki, dünən olan bir məsələni, situasiyanı danışa bilərəm. Pasient bizə WhatsApp üzərindən şəkilləri göndərib və yazıb ki, mən bunu başqa bir klinikaya göndərmişəm. Yazıblar ki, buradan 5000 qref çıxardarıq. Siz nə qədər çıxardarsınız? Şəkildən. Mən səsli göndərdim ki, yəni saç əkimində əsas göstərici bu rəqəm say deyil. Çünki zaten siz bunu saya bilmirsiniz. Yəni sizə əməliyyat bitəndən sonra desələr ki, 5000 kök çıxartdıq və yaxud 4219 çıxartdıq, sizin onu sayma ehtimalı, şansınız yoxdur. Yəni siz rəqəmə fikirləşməyin də, yəni açıq artırma deyil. Onlar 4500 dedi, siz nə qədər deyirsiniz? Yəni fikirləşim, ora gedim, yoxsa bura gedim. Əsas nəticədir. 6 ildən sonra güzgüdə baxanda normal nəticə olmalıdır. Yəni siz bunun üzərindən çalışın ki, nəticə necə olacaq, nəticə olacaq, olmayacaq, mümkündür, mümkün deyil bu formada. Yəni düşünürəm ki, ən çox pasientlər bunu fikirləşir və burada aldanırlar. Məsələn,
Başqa bir misal çəkim. Pasient gəlib başqa bir yerdə saç əkimi elətdirib. Bu Azərbaycanda da olur, Türkiyədə də və s. İkinci seans üçün müraciət edir ki, doktor, bəs mən görmüşəm dostumda, xoşuma gəlib. Mən istəyirəm ikinci seansı siz eləyəsiniz. Deyirəm ki, birinci əməliyyatda sizə nə qədər saç köçürdüblər? Deyir ki, 4000. Baxıram, görürəm ki, 1000, 1500 olar olmaz da. Yəni ön hissədə çox seyrə bir saç var və başın üstü bütün açıq qalıb və burada Aldadıblar artıq. aldadıblar say olar. Yəni ən çox insanlar burada aldadılır sayda, rəqəmdə. Elə bu məncə kifayət edir. Sizin yanınıza başqasının səhvini düzəltmək üçün gələn pasientlər çoxdurmu və bunların ortaq hekayəsi nədir? Kifayət qədər belə müraciətlər olur. Hansı ki, uğursuz saç əkimi nəticəsi ilə müraciət edirlər ki, biz bunları aradan qaldıraq. Əsas problem iki səbəb bildirirlər. Bir, qiymət məsələsi ki, doktor, biz sizlə maraqlandıq, sizdə qiymət onlardan yüksək idi, ona görə biz onlara müraciət elədik. Kəş ki, araşdırardıq, daha yaxşı bayaqki məsələ. İkinci məsələ, doktor, mən sizə müraciət elədim, mənə təcili saç əkmək lazım idi, siz dediniz, bizdə indi yer yoxdur. Təcil olduğu üçün biz başqa yerə müraciət elədik və belə alındı. Ən çox bununla bağlı əlaqələndirirlər ki, hə, və biz sözsüz ki, eləsi olur ki, baxırıq, deyirik ki, bəli, bərpa eləmək mümkündür. Donor bölgədə kifayət qədər saç sökükləri var. Uğurlu, səliqəli nəticə əldə edə bilərik. Amma təəssüf ki, elə pasientlərdə olur ki, kifayət qədər saç köçürmək üçün donor bölgəsində saç follikulları olmadığından biz onlara imtina etməyə məcbur oluruq ki, tövsiyə olunmur. Çünki bədən tükləri, saqqal, pasientlər çünki özləri də sonradan artıq başlayır araşdırmağa ki, doktor, eyb yox, bədənimdən götürün, sinəmdən, kürəyimdən, çiynimdən. Onlara izah edir ki, bu tüklər dihidrotestosterona həssas olduğuna görə, yəni saçımızı tökən hormona həssas olduğuna görə qalıcı deyil və belə bir saç həkimində tövsiyə olunmur. Əslində elə bir sual vermək istəyirdim ki, elə bir pasient var ki, ona mümkün deyil onu icra eləmək. Bəli. Belə çıxır ki, hamı üçün uyğun deyil, olmaya bilər. Əlbəttə. Biz elə pasientlərə deyirik ki, sizə belə yaraşır. Siz saç əkimi Ya da elətdirməyin. başqa alternativ var da, protez saç Alternativ eləyə var, bilər. protez saç var və yaxud da ki, saç simülyasiyası var. Alternativlər var. Sözsüz biz onlara deyirik ki, yəni istəsəz araşdırın, baxın, onlara müraciət edə bilərsiniz. Amma olur insanlar ki, biz onlara dünən də yəni bir misal pasiyentə əməliyyat edir, deyir, doktor, əmmi oğlum, məsələn, göndərmişdim sizin yanınıza, imtina elədiniz. Nə imtina elədiniz? Deyirəm, yadımda deyil, amma yəqin imtina eləmişiksə səbəb odur ki, kifayət qədər donor bölgəsində saç kökləri yox. Bir pasient nə vaxt anlamalıdır ki, ona düzgün əməliyyat olunmuyor və ağrı məsələsi saç həkiminin zamanı 1-10 arası intervalında artıq neçə olmalıdır ki, onlar başa düşsün ki, işlər düz getmir. Çünki adətən həkimlər 10-a qədər bir şkalada ağrıdan deyilir və onun üzərindən necə eləməlidir? Nəticənin əməliyyatın uğursuz olduğunu anlamaq sözsüz ki, bu ən azı əməliyyatdan 6-7 ay vaxt keçməlidir. Amma bəzən əməliyyatdan dərhal sonra da onu anlamaq olur. Yəni əməliyyatdan dərhal sonra yüzüyə baxdıqda Pasient özü anlaya bilir. Əlbəttə belə baxanda ilk olaraq yəni görə bilir ki, çox seyrək əkilib, az əkim olub, deyilən qədər qref köçürülməyib, təxminən və yaxud da ki, hansı ki nahiyələr əkilməli idi, bu hissələr əkim olmayıb. Onu ilk baxışda görmək olar. Yenə də bu belə də son bir həftə ərzində bizə bir pasient müraciət etmişik. Şəklini göstərir ki, əməliyyat hansı ki elətdirmişdi, ondan dərhal sonra baxırsan ki, pasientin başı bütün qan laxtasıdır. Yəni qanıyıb, bilməm, sürtüblər necədir, bütün qan laxtası örtüb və heç nə görsənmir. Nə qref görsənir, nə əkilən görsənir, sanki gizlətmək üçün. Bu da ki 10 günə artıq təmizlənir, gedir, ondan sonra vəd verə-verə də ki, belə olacaq, elə olacaq, uzana gedir. Amma bir 6-7 ay sonra, yəni güzgüdə baxanda pasient artıq başa düşür ki, hə, nəticə uğursuz olub. Amma bunu dediyim kimi birbaşa klinikaya, həkimə də bağlama olmaz. Səhv ola bilər. Əməliyyat düzgün icra olmasın, səhv ola bilər, pasient qaydalara riayət eləməz. İstəyirəm indi biraz da verilişin bundan sonraki etaplarında biraz da tökülmədən danışaq ki, nə səbəb olub ki, saç tökülüb ki, insanlar müraciət edir saç əkməyə. Hər tökülən saçı bərpa etmək mümkündürmü? Bizə ən çox müraciət edən pasientlər kişilərdir. Qadınlar da müraciət edir, amma daha çox kişilər müraciət edir. Müraciət edən kişilərin
əksəriyyəti androgen alopesiyanı, yəni kişi tipli dediyimiz, genetik, irsi dediyimiz saç tökülməsi ilə müraciət edir. Və saç həkimində bunlarda birbaşa göstərişdir. Sadəcə fərdi yanaşmaq lazımdır. Yəni elə pasiyent var ki, tökülmə yeni başlayıb, sərhədlər hələ tam formalaşmayıb. Onlara saç həkimi tövsiyə eləmirik, gözləməyə məsləhət görürük. Pasiyent var ki, bəli, saç həkimi göstərişdir, etmək lazımdır, amma donor bölgədə bayaq dedim ki, kifayət qədər saç kökü yoxdur deyə biz əməliyyat eləmirik. Yəni müraciət edən adam mütləq də deyil. Bəzən məndən soruşurlar, mən heç vaxt pasiyenti ikna eləmirəm də, deyirəm ki, bizim işimiz nədir? Məlumat vermək. Biz əməliyyat haqqında məlumat veririk, saç tökmə səbəbini izah edirik, sonra nə baş verəcək bunlara deyirik, qərarı artıq pasiyent özü verməlidir. Xanımlara gələndə, xanımlarda da saç tökmə növləri fərqlidir. Elə saç tökmə var ki, bəli, onlara mütləq saç həkimi göstərişdir və nəticədə çox gözəl olur. Eləsi var ki, orada saç həkimi əks göstərişdir, saç həkimi etmə olmaz, əksinə müalicə eləməlidir, endokrinoloqa müraciət eləməlidir və s. Problemin özünü tapmalıdır. Problemi çünki xanımlarda saç tökmə fərqlidir. Kişilərdəkindən məsələn misal çəkimdə deyək ki, qan azlığı səbəbindən ola bilər, vitamin mineral defisiti ola bilər, hormonal dizbalansdan yarana bilər. Bu səbəblərdən saç tökməsi və yaxud dartınma səbəbindən traksion deyirlər, saç tökməsi ola bilər. Kişilərdə də bunlar ola bilər, amma daha çox kişilərdə rast gəlinən genetik kişi tipli irsi androgen saç tökməsi. Bəs genetika ilə mübarizə aparmaq mümkündürmü, yoxsa sadəcə vaxt qazanırıq? Yox, onunla da bağlı biz təbliğat aparırıq pasiyentlərə. Gəlir ki, müalicə ilə bağlı biz qeyd edirik ki, androgen alopesiyada, yəni dünyanın bir çox yerlərində biz bununla bağlı konferanslarda oluruq. Orada deyək ki, tanınmış, hörmətli professorlar bununla bağlı çıxış edir, protokollar paylaşırlar. Mənim də onlara bir sualım olur ki, çıxışın sonunda deyək ki, androgen alopesiya ilə bağlı sizə pasiyent müraciət edir. Siz müalicə ilə nə qədər müddət bunu saxlaya bilirsiniz? Deyir, 10 il, hətta 15 il biz saxladığımız var. Deyirəm, tamam. 20 yaşlarında müraciət edən pasiyentlər olur. 20 yaşında adam 10 il gəldi, getdi, 10 il müalicə elədik, 10 il ərzində bunu saxladıq, 30 yaşdan sonra yenə başladı tökülməyə. Onda nə baş verir? Onda deyir, saç həkiminə müraciət elə bilər. Deyirəm, olmazmı ki, əvvəldən bunu istiqamət verəsiniz ki, bu androgen tökülmədir, bunun daimi müalicəsi yoxdur. Hansı protokollarla biz müalicə eləsək də bu yenə töküləcək. Və siz axırda saç həkiminə müraciət edəcəksiniz. Yəni 10 il bunun müalicəsi ilə məşğul olmaq lazım deyil. Mən bu gündən verilişdə başa düşdüm ki, mənə 10 il, 13 il qabaq, 14 il hətta qabaq, mənim 19-20 yaşlarım olanda bir müddət bizdə ümumiyyətlə genetikdir. Saçım çox pis tökülmə, hər dəfə başımı yuduğum zaman əlimə topa-topa tüklər gəlirdi. Və getdim bir dostumun məsləhəti ilə bir dermatoloqun yanına. Birinci sual oldu ki, nəsildə kişi tərəfdən başında tük olmayan varmı? Yəni tökülən varmı? Mən dedim, ola sualınızı dəyişəsiniz. Başında tük olan kişi varmı desəniz daha uyğun olar. Dedi, dur get. Yəni bir qısa bir konsultasiya ərzində olub ki, siz düzgün istiqamət. Doğrudan da mənə ki, dur get, tökülər. O mən hansı vaxtlar idi? O Türkiyənin o hamı o müraciət vaxtları idi, 2010-cu illər falan. Dur get, onsuz da töküləcək. Buna lazım deyil nəyisə eləmək. Çünki hər tibbi tərəfdən də verilən dərmanın bunun əks təsirləri də başqa var. Belə də mənə izah eləməyə çalışdı. Get tökülər. İstəyərsən nə vaxtsa töküləndən sonra əkdirməyə gedərsən, əkdirərsən. Və mən hətta bir kinim yaranmışdı ki, niyə məni yola verdin də? Yəni nəsə eləmək olardı ki, bunun qabağı kəsilsin, yəni tökülməsi kəsilsin. Və indi başa düşdüm ki, əslində həkim mənə vaxtıkən düzgün düzgün istiqamət verib, yenə edirəm. İlkin başlayanda zəif tökülmə var. O baxımdan dəstək olmaq olar. Yəni müxtəlif müalicə üsulları ilə sadəcə prosesi ləngitmək üçün. Biz pasiyentlərə deyirik ki, biz müalicəni təyin edirik, bu prosesi ləngitmək üçün. Yəni olunan müalicə gələcəkdə saçlarınızın tökülməməsinin zəmanəti deyil. Bu sadəcə prosesi ləngitmək üçün. Amma elə adamlarda pasiyentlər var ki, biz deyirik ki, artıq müalicənin mənası yoxdur. Yəni müalicə üçün gəlmək, getmək, vaxt insan üçün hər şeydən dəyərlidir. Gəlib gedirsiniz, vaxt itirsiniz, müəyyən bir vəsait xərcləyirsiniz. Hər dəfə müalicədə prosedurlar, iynələr zamanı canınız acıyır. Yəni bunun sonu yenə də ondan sonra pulu yox. Ondan sonra yəni gözləyin, istəsəz, əgər bu sizə kompleks yaradırsa, saç həkimi elətdirə bilərsiniz. Kompleks yaradırsa. Bəli, saç həkimi mən həmişə deyirəm pasiyentlərə. Mənim fikrimi sorur, siz nə məsləhət görürsünüz? Deyirəm, saç həkimi həyata vacib əməliyyat deyil. Saç həkimi kompleksə bağlıdır. Əgər indiki vəziyyət sizi narahat edirsə, şəxsi həyatınıza, özünüzə, deyək ki, işinizə mane olursa, kompleks yaradırsa, buyurun, gəlin biz bu kompleksi aradan qaldıraq. Yox, yaratmırsa qərarı, yəni özünüz verin, elətdirməyə də bilərsiniz. Yəni bu həyatı vacib mütləq olması bir əməliyyat deyil. Yox, saç həkimi olmalıdır, olmasa nəsə baş verir. Mən özümü keçər olaraq saçım başımda tük olmayaraq xoşbəxt hiss eləyirəmsə, belə də davam edə bilərəm. Özünüzü xoşbəxt hiss edirsinizsə, ətrafdakılar da sizə bu cür qəbul edirsə,
Heç bir problem yoxdur. Amma bəzən olur ki, məsələn, bizə xanımlar yazır WhatsApp üzərindən yoldaşının şəkillərini ki, doktor mənim yoldaşımdır, bəs saç çəkimi və gətirir də yoldaşı gəlir, həyat yoldaşı biz saç çəkimi edirik. Yəni xanımlar bunu təkid edir. Amma bəzən də məsələn pasient olur ki, deyir saç çəkmək istəyirəm, doktor həyat yoldaşım istəmir, deyir sən mən belə qəbulsan, sən neyinsən saç çəkdirib. Yəni o versiyada, bu versiyada olur. Əgər ətrafdakılar da onu elə qəbul edir, özü də heç bir kompleks yaşamırsa, əlbəttə ki, saç çəkimi elətdirmə bilər. Yəni bu vacib bir əməliyyat deyil. Bəs genetik olmayan, amma stressdən tökülən məsəl üçün bir saçlar var ki, insanda stres yaşayır hansısa bir həyatının bir periodunda və saç tökülür. Stres səbəbindən tökülən saçlar bərpa olurmu, yoxsa bunun da elə Stres səbəbindən tökülən saçlar ocaqlı tökülmə deyirlər. Ocaqlı tökülmə, o da həcminə görə total və s. müalicə ilə bərpa olur. Yəni bu pasientlərə biz saç çəkimi yəni gələndə bizə müraciət edəndə ilkin olaraq biz onlara müalicə təklif edirik və müalicə edəndə aradan qalxır. Yəni bu günə kimi hələ bizdə olmayıb ki, ocaqlı tökülmə ilə bizə pasient müraciət eləsin və biz ona saç çəkək. Yox, nə də olmayıb ki, müalicə ilə nəticəsi olmasın. Yəni ocaqlı tökülməni müalicə ilə bərpa eləmək olur. Yəni o saç çəkiminə göstəriş deyil. yəni bu saqqala da aiddir, də mən belə Saqqalda olur, üzdə olur, bəli. Cavan oğlan gəlib 25 yaşında indi həvəslidir, saqqal əkmək gür olsun. Deyirəm, bax, indi saqqal əkdim. 5 ildən sonra oldu ki, sabah sənin hansısa bir işə təyin olundun. Deyək ki, bir dövlət işinə və sən orada belə saqqalı tələb olunacaq tıraş eləyəndə istər-istəməz sən onu hiss eləyəcəksən ki, sıfır saçını ülgüzlə kəsəndə ki, saqqal əkilənlə əkilməyən o fərqləri üzündə hiss eləyəcəksən. Daimi saqqal saxlayırsansa, hə, saqqal əkimi elə. hiss olunur. Əlbəttə, sıfırlayanda hiss olunur. Başda da hiss olunur. Burada Başdan, hə, başı məsəl üçün saç çəkimindən sonra biz nəyə görə saçınızı keçər qırxmayın, niyə? Çünki çıxarılan köklərin yerinə yenisi gəlmir. Saç uzananda heç nə bilinmir. Amma maşınka ilə ağardanda o götürülən yerlər seyrəli bilinir. bədən donorunu birinci seçim kimi təklif edən həkim sizcə nəyi gizlədir? Gələcəkdə bu tüklərin qalıcı olmadığını. O tökülür. Əlbəttə bəli. Bədən tükləri qalıcı deyil. Biz 2018-də bir 2-3 pasiyentə eləmişdik. Sinə nahiyəsindən köklər götürüb köçürmüşdük, amma öncədən pasiyenti məlumatlandırmışdıq. Yəni pasiyent üçün bu çox vacib idi və məlumat vermişdik ki, bunlar qalıcı deyil, tökülə bilər. Pasiyentin razılığı ilə biz bu əməliyyat eləmişik. Mən sonradan bu nəticələri görəndən sonra artıq indi pasiyentlər istəyəndə belə mən o əməliyyat eləmirəm. Çünki bədən tükləri qalmır, tökülür və töküləndə artıq belə deyək də boşluqlar və s. və bədən tüklərinin də genetikası necədirsə saçda da elə olur. Yəni buruq çıxır, bir köklü olur adətən, yaxşı görsənmir. Biz ona görə bədən tüklərindən saç əkimini tövsiyə eləmirik. Çənaltı bölgədən saqqal bölgəsinə götürülə bilir. Orada da qref sayı az olur. Götürülən köklərin əksəriyyəti bir köklüdür və saqqal uzananda necə olursa səliqəsiz deyək. Coddaşır, saçda da eyni qaydada biz qalır, tək-tək olur və gələcəkdə üzünü təraş eləyəndə çən altında götürülənlərin yerində ağ nöqtələr, izlər qalır. Ona görə biz pasiyentlərə bunları tövsiyə eləmirik. Və düşünürəm ki, pasiyentə ilk bunu təklif eləyəndə mütləq vurğulamaq lazımdır ki, bunlar qalıcı deyil, bunların qalıcılığına zəmanət verilmir, gələcəkdə tökülə bilər. Və ondan sonra düşünürəm, onu eləməmək daha doğrudur. Ümumiyyətlə belə son vaxtlar məşhur olan yağlar var, hansılar ki, üzdə saqqalı çoxaldır, tükü nə bilim belə daha çoxaldır və s. bir görünüşsə. Bu yağların etibarlı olub olmadığını, xeyri olub olmadığını, gələcəkdə hansısa fəsadları olub olmadığı haqqda necə bilsinlər və ümumiyyətlə bu yağlar haqqında fikriniz nədir? Ümumiyyətlə saç baxım vasitələri kimi təbii vasitələr və yaxud hansısa deyək tanınmış şirkətlərin istehsal edən məhsulları istifadə etmək olar. Məsəl üçün deyirəm, arqan yağıdır, kokos yağı son vaxtlar çox istifadə edirlər və s. Amma yəni insanlar bilməlidir ki, bu olan saçın, olan tükün keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə təyin olunur. Bir ara məsəl üçün bizə çox yazdılar pasiyentlər ki, tutaq ki, Türkiyə çarə üsulu ilə mixək, rozmarin, adı rozmarin bilmirəm, Azərbaycan necə gedir. Bəs spreyi saç çıxardır. Belə başa düşürəm ki, kimsə sosial şəbəkədə bir video paylaşıb və hər kəs onu görür, artıq hər kəs başlayır bunu tətbiq eləməyə, bunu axtarmağa, istifadə eləməyə. Yəni bunlar saç çıxartmır.
olan saçın keyfiyyətinə təsir edə bilər, qan dövranını yaxşılaşdıra bilər. Amma saçı tökülən adam, məsələn, androgen alopesiyası deyib, bayaq o kişi tipli deyək, genetik saç tökməsi olan adam hansı ki bu hormona bağlıdır, orada mixək nə edəcək, rozmarin nə edəcək, arqan yağı nə edəcək. Sadəcə olan tükün, olan saçın keyfiyyətini yaxşılaşdırmaq üçün müxtəlif vasitələr bəli istifadə etmək olar. Və bunu da araşdırmaq lazımdır. Çünki məsəl üçün deyək, mən Tibb Universitetində oxumuşam. Tibb Universitetində dermatologiya biz kokos yağının tükə və saça təsirini biz keçmirik. Bunu sonradan insan özü araşdırır, baxır, öyrənir. Eləcə də kim ki nəsə tətbiq eləyirsə, yaxşı olar ki, özü də bunu internet üzərindən də araşdıra bilər, tanıdığı həkimlərdən də tövsiyə ala bilər ki, istifadəsi məqsədə uyğundur, yoxsa yox. Bəzən elə olur ki, müxtəlif məhsullar var, deyək ki, saç və ya tük çıxartmaq üçün sosial şəbəkədə reklam olunur, kütləvi hal alır, hər kəs onu istifadə edir, amma tərkibində minoksidil olduğunu bilmir. Minoksidil saç çıxartmaq üçün düzdür, müalicə protokolda da var, amma sonradan asılıq yaradan və sonradan tökülməyə səbəb olan bir deyək ki, kimyəvi vasitədir. İstifadə edirlər, sonradan gəlirlər ki, saçlarım töküldü, tük töküldü. Yaxşı olar ki, mütləq yaxşı araşdırsınlar və sonra istifadə etsinlər. Bir də eşitdiyim nüans var ki, saç həkimi üzrə mütəxəssislər əməliyyatdan sonra öz hazırladıqları, öz istehsal etdiyi şampunları və o yağları deyim də, bunları satırlar. Bu nə qədər doğrudur və tərkibi kim tərəfindən təsdiqlənir? Tamam. Əməliyyatdan sonra, məsələn, biz özümüz də pasientlərə şampunları tövsiyə edirik. İl ərzində saç köklərini zədələməyən xüsusi şampunlar istifadə etmək tövsiyə olunur. Konkret olaraq biz öz misalımızda deyə bilərik. İndi başqa bir misal haqqında deyə bilmərəm. Bizim təklif elədiyimiz tərkib texnoloqa göndərilir. Hansı ki biz o zavodda onu sifariş eləmək istəyirik. Texnoloq baxır, yəni bu tərkib mümkündürmü, yoxsa yox. O sonradan xüsusi deyək ki, idarəyə göndərilir. Şampun hazırlanan sonra, şampun hazırlanan sonra nümunələr, məsələn bizdə belə oldu. 5 ədəd nümunə göndərdik, sənədlər göndərildi. Onlar özləri onu laboratoriyada tərkiblərini yoxlayırlar. Hər şey qaydasındadırsa, ondan sonra icazə verilir və biz onu kütləvi şəkildə istehsal edib pasientlərə veririk. Amma əksi də olur. Məsələn, biz istehsal elətdirən zaman bir neçə deyək ki, zavodlara müraciət edirik. Bir neçəsi olurdu, bizə sual verir ki, içərisinə minoksidil qataqmı? Dedim ki, yox, axı bizim siyahıda minoksidil yoxdur. Deyir, bizdən bunu istəyirlər ki, tərkibində minoksidil olsun. Niyə? Çünki o şampuna saçırsa saç çoxalır və hər kəs başlayır bunu istifadə etməyə. Mən həmişə sonrasını fikirləşirəm. Yəni bu gün yox, bu gün pasient istifadə edir, hər şey həll oldu. 1 il, 3 il, 5 il sonra olacaq, biz onu düşünürük. Bəzən əksi də ola bilər ki, tərkibinə üzərində olmayan, içərisində yazılmayan maddələr ola bilər. O da düşünürəm ki, hansı ki sonradan ki, yox, sertifikasiya zamanı, sənəd alınan zamanı laboratoriyada yəqin ki, onlar aşkar olunur və istehsaldan çıxarılır. Ümumiyyətlə sizin yanınıza gələn və yaxud bizə hal-hazırda baxan izləyənlərə saç həkimi haqqında düşünən insanlara nə məsləhət görərsiniz və ümumiyyətlə tərəddüd edən insan varsa, ona bir tək cümlə olaraq nə deyərsiniz ki, bilsin ki, ona lazımdır ya yox, istəyir ya yox. Aydın. Bayaq dediyimiz məsələ, yəni biz heç vaxt pasientlərin qərarına, fikrinə təsir edən sözlər, məsələn, müayinə vaxtı demirik. Əgər kompleksi varsa sadəcə biz deyirik ki, biz sizi bu kompleksdən xilas edə bilərik. Mümkün də eləmək. Amma saç əkdirmək istəyən, amma bəzən tərəddüd edən, siz deyən kimi insanlar olur ki, niyə tərəddüd edir? Ən çox yayılan problem ağrı məsələsi. Bayaq sizə sual verdiniz, indi yazmış ki, o sualı mən toxunmadım. Ki, eşidir ki, çox şiddətli ağrı olur. Mənim dostum əməliyyat eləmişdi. O qədər ağrı oldu ki, deyir ki, mən bir daha bu əməliyyatı bilsəm belədir, getmərəm. Qeyd eləmək istəyirəm ki, saç əkmə əməliyyatı ağrısız əməliyyatdır. Yəni əməliyyat yerli keyfmən icra olunur. Əməliyyat vaxtı pasient heç bir ağrı hiss eləmir. Əməliyyat zamanı vaxtını, yəni səmərəli uzanaraq deyək ki, əməliyyatxanada olan monitorlar vasitəsilə filmləri izləyə bilir, Netflix-də, YouTube-dan musiqilər və s. baxa bilir, dinlənə bilir və əməliyyat da ağrısız icra olunur. Sadəcə pasiyenti əməliyyat zamanı narahat edən şey uzanmaq. Ki, əməliyyatdan sonraki prosesdə əməliyyatdan sonra 1 həftə 10 gün qulluğu var, o da izah olunur, pasiyentə qulluq vasitələri verilir. Ağrı əməliyyatdan bir neçə gün sonra ola bilir və bu da fərdidir. Məsələn, elə pasiyent var ki, biz deyək ki, əməliyyatdan sonra deyək ki, doktor heç bir ağrı olmadı, heç bir ağrı kəsiciyə ehtiyac olmadı. Elə pasiyent var ki, doktor 3 günü, 4 günü yatanda axşam başımın arxası ağrıyır, arxasını balışa qoyanda. Bu da normaldır. Yəni adi ağrı kəsici bir deyək tablet vasitəsilə bu ağrını aradan qaldırmaq olur. Yəni şiddətli tutmaq şəklində ağrılar olmur da, pristup deyirlər. Yəni belə ağrılar olmur. Olarsa da ağrı kəsici bir tablet qəbul etməklə ağrını aradan qaldırma olur. O da əməliyyatdan bir neçə gün sonra və bir neçə gün davam edə bilər. Ondan sonra yenə də ağrı olmur. Heç olmur. Yəni saç əkmək eləmək istəyən insanlar belə deyək, əməliyyat eləyəndən sonra
deyirlər ki, doktor, məsələn, mən bilsəydim ki, belə olur əməliyyat, belə rahat keçir Neçə və illik? nəticə belə olur, mən bunu çoxdan elətdirərdim və niyə bu günə kimi elətdirməmişəm? Çox sağ olun doktor, gəldiniz, dəvətimizi qəbul ediniz, təcrübələrinizi bizimlə paylaşdınız. İnşallah bu fikirdə olanlara, bunu fikirləşən insanlara da faydalı olar. İnşallah. Müraciət etmək istəyənlər də müraciət edər. Bir daha uğurlar, yorulmayasınız. Çox sağ olun. Mən də təşəkkür edirəm. Dəvət elədiniz. Məqsəd insanlara bu barədə geniş məlumat vermək, maarifləndirmək idi və düşünürəm ki, dinləyicilər də bizim bu verilişimizdən maariflənə biləcəklər. İnşallah. Təşəkkür edirəm. Təşəkkürlər. Sağ olun. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.